sən demə, Vəfa Şərifovanın prodüsuru məni məhkəmə ilə hədələyir ki, mənlə hər zaman salonda görüşən, dostluq eləyən Vəfa Şərifova, danışan orada salonda hər zaman söhbətləşən Vəfa Şərifova, mən çıxıb ailə münasibətinə reaksiya verdiyim üçün çıxıb indi mənim mahnılarını oynamağıma qadağa qoyur. Çox gülməlidir. Vəfa, sən başqa adamlara zəng eləmirsən. Sən Vəfa başqa adamlara zəng eləmirsən. Zəng eləyəndə prodüserun yox, özün mənə zəng elə. Sən elə mənim üçün böyük adam deyilsən ki, sən mənə prodüserundan zəng elətdirəsən. Ağlın ona buna getməsin, bir. Qaldı ki, ikinci yerə, sənin prodüserlarına buradan, sənə də sənin prodüserlarına da tapşırıq göndərirəm ki, bir də mənim telefonuma mesaj yazsaz, mən artıq başqa cür sizinlə danışacağım. Ona görə mənim dediklərim sənin xətribə deyibsə, sən mənə zəng eləyə bilməzsən, gedərsən, məhkəmədən mənə kağız gələr, onda dövlətin, qanunun qarşısında çıxıb danışarıq. Bu cür hərəkətlər eləməklə sizi mən məhkəməyə verə bilərəm, siz məni yox.